Her vaxtınız xeyir. Bugün sizinle cookie hazırlayırıq. Badamlı cookie. Çox ləzzətli alınırlar. Vaxtınızı çox aparmayacaq, əlinizi bulamayacaqsınız. Demək olar ki, ondan da istifadə etmirik. Baxın, bölüm göstərim. Görürsünüz, içərisi yumuşaq. Yumuşaq deyəndə belə saqqız kimi. Üstü isə xırçıltılıdır. Badamı qabığını soymadan rondodan keçirdirik, üyüdürük. Mən 120 qram badam götürmüşəm. Qabığını soymuram, təkrar edirəm, qızartmıram və bunu rondodan çəkirəm. Kofe çəkən maşından da çəkə bilərsiniz. Bircə onu nəzərə alın ki, basırsınız, buraxırsınız, basırsınız, buraxırsınız ki, aparatınız yanmasın. Üzərinə şəkər kirşanı əlavə edirəm. Mən 90 qram əlavə elədim. Daha sonra üzərinə 1 xörək qaşığı un əlavə elədim. 20-30 qram deyək belə. Və indi hamısını birlikdə qarışdırıram. Bir yumurtanın ağı lazımdır bizə. İçərisinə bir çimdik duz əlavə edirəm və bunu bir balaca qarışdırıram. Çalmıram, ağarana qədər çalmağa ehtiyac yoxdur. Ancaq bunu belə xəmirimizi rahat yoğura bilək ona görə. Baxın, gördünüz, tamamilə qarışandan sonra baxın, bunu indi əlavə edəcəm. Badamla, deməli, şəkərin üzərinə. Durulduğunu gördünüz də. Qaşıqla belə yaxşıca qarışdırırıq. Şəkərlə yumurtanın ağı qarışır və burada belə xəmir əmələ gəlir. İndi qaşıqdan da təmizləyəcəm. Spatula ilə hamısını bir yerə toparlayıram. Xəmirimiz hazırdır. Sobanı indidən sala bilərsiniz, 170 dərəcə, 160-170 dərəcə. Şəkərin çoxluğundan asılıdır, onu da deyim sizə. Şəkəri az qoysanız, 170-180 dərəcədə pişirə bilərsiniz. Çox qoysanız, onda əlbəttə ki, dərəcəni azaltmaq lazımdır. Digər şeylərdə də elədir. Və bunu sıxıram soba tavasına, saldığım kağızın üzərinə. Çünki şirindir. Şirinliyinə görə də tavaya yapışa bilər. Mütləq kağız salın. Sıxıram, üstündən də düzəldirəm, göndərirəm sobaya. Pişirirəm. 15 dəqiqəyə pişir, baxın bu cürə. Biraz çox saxlasaz, altı yana bilər. Kukilərə isti-isti əl vurmuruq. Əl vursanız çökərlər və parmaq izləriniz qalacaq. Qoyun tamamilə soyuz. İçi yumuşaq, üstü isə bu cürə bərk olan kukiləri ağzı bağlı qabda saxlamaq lazımdır. İndidən hazırlayanlara nuş olsun. Şərqiyə xanımdan bugünlük bu qədər. Rəylərinizi, abunə deyilsə abunə olmağı və layıqlarınızı gözləyirəm. Çayın yanında ləzzətlə içərsiniz. Hamınıza bol ruzu bərəkət, can sağlığı arzulayıram. Gələn videolarda görüşmək üzrə. Xudahafiz.